Salam xanımlar, bugün mən sizin üçün Azərbaycan milli mətbəxinin ən qədim yeməklərindən biri olan yarpaq dolması hazırlayıram. Yarpaq dolması üçün bizə lazım olacaq əvvəlcə çəkilmiş dana əti, siz qoyun ətindən də istifadə edə bilərsiniz. 3 ədəd böyük soğan və 2-3 diş sarımsaq. Sarımsaq zövqə görədir. Sonra gördüyünüz kimi yumru düyü, yumuşam yumru düyləri, hardasa yarım kasa yumru düyü. Sonra kərə yağ, quyruq, eyni zamanda ədviyyatlardan duz, istiot, quru nanə və sarıkök əlavə edəcəm və göyərti də doğramışam, şüyüd və keşniş lazım olacaq və əlbəttə ki pükmək üçün yarpaqdan, duza qoyulmuş yarpaqdan istifadə edəcəyik. Biz ilk öncə işə soğan və sarımsağın blenderdən keçirməsi ilə başlayırıq. Gördüyünüz kimi blenderdan keçirtdim. Soğan, sarımsağı dolmaya əlavə edirəm, yəni ətinə əlavə edirəm. Onu qeyd edeyim ki, Azərbaycanda dolmanın 30-a qədər növü vardır və dolmanın yaranma tarixi 16-cı, 17-ci əsrlərə aiddir. Dolma sözünün özünün yaranma tarixi haqqında 2 versiya vardır. Bəzilərinə görə bu doldurmaq sözünə, bəzilərinə görə isə dolamaq feilindən əmələ gəlmişdir. Yəni, sonradan işləndikcə artıq dolma formasını almışdır. Azərbaycanın bəzi regionlarında isə buna sarma da deyilir. Gördüyünüz kimi mən göyərtiləri də bura əlavə etdim və yumru düyünü də əlavə edirəm. Və sarıkökünü eyni zamanda nanə qurusu və duz istiotu da bura əlavə edirik. Onu da qeyd edeyim ki, Azərbaycanda ən çox nanə qurusu və sarıkökdən Ağdam zonasında istifadə edirlər. Və yarpaq, yəni üzüm yarpağından, eyni zamanda kərə yağı əlavə edirəm. Üzüm yarpağından, eyni zamanda bəzi regionlarımızda pip yarpağından və heyva yarpağından da istifadə edirlər, yəni dolmanı pükmək üçün. İndi mən kərə yağı bura əlavə edib, sonra isə quyruğu rəndədən keçirəcəm. Rəndədən keçirdirəm indi quyruğu. Yəni, quyruq əslində dolmanın daha yağlı olması üçündür. İstəməsəz vurmaya da bilərsiniz. Quyruğu da buna əlavə edəndən sonra isti su tökürük, yəni biraz isti su əlavə edirik. Bu da nəyə görə? Dolma daha yumuşaq olsun deyə əlavə edirik. Əlavə edib sonra qarışdırırıq. Yaxşı qarışdırmaq lazımdır. Yarpaqçı belə su qaynatdıq. Su qaynayandan sonra yarpaqlarımızı yaxşıca yuyuruq və bu suyu əlavə edirik. Onu da qeyd edeyim ki, əgər yarpaq təzə yarpaqdırsa, yəni duza qoyulmayıbsa 1-2 dəqiqə suda saxlamaq lazımdır. Lakin duza qoyulubsa 3-5 dəqiqə suda saxlayıb, yəni sonradan yumşaldığını görəndən sonra artıq bunu götürmək lazımdır. Sonra dolmalarımızı belə pükməyə başlayırıq. Dolmalarımızı bükdük, artıq hazırdır və üzərinə belə bir qab əlavə edirik ki, bu dolmaların dağılmaması, üstündən ağırlıq edib dağılmamasına kömək edir. Duzu az olsa əgər dolmamızın biraz belə duz əlavə edə bilərik. Və soyuq su əlavə edirik. Üzərinə çıxmayacaq qədər olsun, çünki dolmanın özünün də suyu olacaq. Əvvəlcə biraz az odda qoyuruq. Əvvəlcə biraz yüksək odda qoyuruq. Artıq qaynamağa başlayanda odunu biraz azaldırıq.
Dolmamız artıq hazırdır. Üzərinə sarımsaq qatıq əlavə eləmişik. Təklif və iradlarınızı bildirməyi unutmayın. Nuş olsun.